Şəkər, təzyiq, əsəb, stressdən əziyyət çəkənlər baxın GETS aparatından necə istifadə etmək lazımdır. Bu hal-hazırda birinci rejimdədir. Birinci rejimdə olduqda damarlarda qan bu şəkildə dövr eləyir. Niyə birbaşa şəkər xəstələrinə müraciət edirəm? Çünki şəkərdən əziyyət çəkən insanlarda damarlarda durğunluq olur. Damarların keçiriciliyi pozulur və ayaq ağrıları, diz ağrıları, ümumi bədəndə yorğunluq olur. Və bu aparatın üzərində gündə 15 dəqiqə durmaqla, 15 dəqiqə səhər, 15 dəqiqə axşam bütün damarlardakı durğunluq aradan qalxmış olur. Biz bunu ikinci rejimə qaldırdıqda, baxın, ikinci rejimdə bu şəkildə damarlarda qan dövr edilir. Və siz istəsəz də gün ərzində nə qədər gəzsəz də sizin damarlarınızda qan bu şəkildə heç cür dövr edə bilməz. Bunun bu cür hərəkətlər səbəb olmağın, yəni səbəbkarı bu GETS aparatıdır ki, bundan istifadə edəsiniz. Hər bir adama lazımdır GETS aparatı, evin bütün ayrı üzvləri, uşağından tutmuş böyüyə qədər hər biriniz istifadə edə bilərsiniz. Osteoxondrozlarda çox gözəl effekt verir və bunu da nəzərinizə çatdırım ki, osteoxondrozlarda əllərinizi bu şəkildə qoyursunuz. Birbaşa boynun arxasına başa qədər qan dövranını gücləndirmiş olur. Aparatlarımız da hal-hazırda endirimdədir, dəyərli dostlar, müraciət edib əldə edə bilərsiniz.